Yersiz ölkədeyiz ama. Bizi gözdən çünki çıxardıblar. Söğütlü kəndi cəmaatını gözdən çıxardıblar. Gədəbəyin Söyüdlü kəndində polis zorakılığı ilə müşayiət olunan etiraz aksiyasından 3 il keçir. Söyüdlü sakinləri kənd ərazisində Gədəbəy qızıl zavodu üçün ikinci süni gölün yaradılmasına etiraz edirdilər. Sakinlər deyirdi ki, kənddə qızıl yatağının zəhərli tullantıları üçün artıq bir süni göl var və bu həm ətraf mühitə ziyan vurur, həm də xəstəliklərə səbəb olur. Etmişik ki, səhər-səhər, ay sizə qurban olun. Siz birinci gölü qurubsunuz, ikinci gölü qurmayın bu torpaqda. Biz kəndlinin mal qarası yox, otlaq sahəmiz əldən gedir. Dediyimizi görün. Lakin polis etiraz edən sakinlərə rezin güllələr və göz yaşardıcı qazla müdaxilə etdi. Aksiyada saxlanılan 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açıldı. Plakatları hazırlamış sakin Coşqun Musayev 2024-cü ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 3 il azadlıqdan məhrum edildi. Etirazlardan sonra kəndə giriş-çıxış məhdudlaşdırılıb. Kənd sakinləri deyir ki, hələ də kəndin bütün girişlərində polis postları qalır. Qonaq gələn sakinlər sorğu-sual olunur və şəxsiyyət vəsiqələrinin şəkilləri çəkilir. Prezident İlham Əliyev isə Söyüdlüdə baş verən etirazlara 20 gün sonra reaksiya verdi. Ətraf mühitin çirklənməsinə görə Ekologiya və Təbii Sərvətlər Nazirliyini günahlandıran dövlət başçısı eyni zamanda kənd əhalisinə qarşı zorakılıq tətbiq edən polis əməkdaşlarını müdafiə etdi. Yeganə burada ləyaqətlə özünü aparan Azərbaycan polisi idi. Onu hər kəs bilməlidir. İndi bəziləri ağızlarını büzürlər. Gedin açın gözünüzü baxın, Amerika polisi ildə neçə nəfəri öldürür. Prezidentin müşavirəsindən sonra qızıl yatağının fəaliyyəti müvəqqəti dayandırıldı və ikinci süni gölün inşası təxirə salındı. Lakin cəmi bir neçə ay sonra həmin ilin avqustunda Anglo Asian Mining şirkəti mövcud gölün həcminin artırılması üçün hökumətdən icazə aldığını açıqladı. Hazırda da yataqda işlərin davam etdiyi bildirilir. Söyüdlü hadisələrinə görə şirkəti tənqid edən keçmiş deputat iqtisadçı Nazim Bəydəmirli də o vaxtdan bəri həbsdədir. O 2024-cü ilin sentyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edildi. Keçmiş deputat hədə-qorxuda ittiham edilsə də bunu təkzib edir və özünü ekologiya məhbusu adlandırır. Polislərimiz də bizi qırıq tökür, ağzımız açanda hədə-qorxu gəlir, deyir səsinizi çıxartmayın. Prezidentimiz də öz üçün xeyir götürür, millətini də qırır. Biz hara girik, kimə şikayət edək? Kimi şikayət edək ümumiyyətlə?